Fəqət hostun üzvü olmusan. Bəli. Hamı söz götürməsin deyə işləyir. Heç kim nəticə yönümlü iş görmür. Çox ağır sözlər istifadə edirsən. Soruşturmaq, bacarığı olmayan insanlar və azad rəqabətin olmadığı yerdə də reklam həmişə ikinci plandadır. Niyə azad rəqabət olmadığını düşünürsən bəs? Maaşların hansı bank kartından alınması öncədən bilinirsə, rəqabətdən söz gedə bilməz. Namizəd yoxdur deyirsən, insanlar da iş yoxdur deyirlər. Hansınıza inanaq indi? Bizim heç bir universitetdə reklamçılıq sənəti yoxdur. Kimsə kimisə harasa çağırırsa, kimisə kimdənsə işi keçir. Çünki heç bir agentlik, heç bir holdinqlə yarışa bilməz. Uşaqlar evinə gedib hədiyyə paylamağı hər kəs eləyir. Dəyərli Azərbaycan gəncləri və gəncliyini yaşaya bilməmiş yetkinlər. Yarım qalmış işlər üzrə mütəxəssis Emin Davud ilə Yarı Cahil izləyirsiniz. Bugünkü qonağım Endorfinin icraçı direktoru Fərhad Şabanovdur. Fərhad, xoş gəlmisən. Xoş gördük. Düzü dedim də? Düz dedin. Tamam. Yarı Cahil. Fərhad, qlobalda reklamlar hər hansısa bir problem üstünə fokuslanır çox vaxt. Keçən il Bakı Flames'də də var idi, Özbəkistanı idi deyəsən, nəsə muralla bağlı, divar şəkilləri ilə bağlı bir video hazırlamışdı. Sırf nəsə problem var və o problemi aşkar etməyə çalışır. Düzdür, indi sizin elədiyiniz işlərdə də bəzilərini mən görmüşəm və bu spesifik bir problemi fokuslanır onun həllinə, amma digər böyük şirkətlər və ya heç böyük şirkətlər demirəm, kiçik şirkətlər heç vaxt problemə fokuslu işlər görmürlər. Səncə niyə bu belədir? Emin, çox yaxşı sualdır. Bizim yaralı yerimizdir. Heç Yarı Cahil podkastında belə bir sual fikirləşmirdim ki, gələr. Ümumiyyətlə iqtisadiyyat, azad bazar terminləri biz nəzərə aldıqda reklam hansısa məhsul və ya xidməti ön plana çıxarmaq üçün düşünülüb və eyni zamanda reklam xidmət edir hansısa sosial problemin həllinə. Bizdə təəssüf ki, hələ ki tam azad və rəqabətçil bazar formalaşmadığına görə reklamın da o qədər keyfiyyəti və effektivliyi yoxdur. Niyə formalaşmayıb? Niyə formalaşmadığına mən necə cavab verəcəyimi, hansı düzgün sözləri seçəcəyimi çox vaxt sərf eləmək istəmirəm. Amma ki, yoxdur. Azərbaycanda hamımız bilirik ki, azad rəqabət yoxdur və azad rəqabətin olmadığı yerdə də reklam həmişə ikinci plandadır. Niyə azad rəqabət olmadığını düşünürsən bəs? Mən düşünürəm ki, bir ölkədə əgər hansısa bir böyük layihənin, böyük tenderlərin qalibi əgər öncədən məlum olursa, hansısa pensiyaların ödənilməsi və ya maaşların hansı bank kartından alınması öncədən bilinirsə, burada həmin rəqabətdən söz gedə bilməz. Və bu halda da azad rəqabət olmayanda da reklam həmişə ikinci planda olur. Reklamı reklam xatirinə eləyirlər ki, bizim də qəşəng video çarxımız olsun, qəşəng vizuallarımız olsun. Bu halda ön plana effektivlik çıxmır, daha çox şəxsi zövqlər üstündə qurulur reklam. Mən bu vizualı bəyənmirəm. Niyə bəyənmirsən? Sənin brifinə nə dərəcədə uyğun deyil? Səni orada narahat edən səbəblər nədir? Nə bilim, rəngini bəyənmədim. Burada loqonu biraz böyük qoymusunuz, kiçildin ya da əksinə eləyin. Arxadakı xətti bəyənmədim və sair kimi kommentlər, şərhlər alırıq. Və bu da göstərir ki, Azərbaycanda reklam effektivlikdən daha çox şəxsi zövqlər üzərinə qurulur. Mənim işlədiyim bəzi kiçik freelance şirkətlər də var. Bu çox təhsillə bağlı olan şirkətlərdir və ya satış üzərinə olan şirkətlərdir. Mən həmin sahibkarlara da başa sala bilmirəm ki, məsələn bir video, kontent yaradırıqsa biz sosial media üçün, kiçik bir sosial media videosundan da söhbət gedir də burada həmçinin. Biz kütləyə uyğun bir şey yaratmalıyıq insanlara. Bu şey deyil, səviyyəsiz şeylər eləmək demək deyil. Özümüz nə yarada bilirsə yaratmalıyıq ki, bu problem olmasın. Amma ki, bu tip şirkətlərdə sanki rəhbərliyin gözünə girmək üçün sən məzmun yaradırsan. Ümumiyyətlə iş görürsən, təhsil məzmunundan da söhbət getmir. Yəni bu insanlar tərəfindən necə qəbul olunar, izlənirlərmi, bəyənilərmi söhbəti heç vaxt getmir. Rəhbərlik bunu bəyənəcəkmi, şirkətin daxilində bəyənməyəcəkmi? Hamı söz götürməsin deyə işləyir. Heç kim nəticə yönümlü iş görmür. Müştərilərə xidmət eləmirik, rəhbərə xidmət edir. Mən həmin o videonu bu təhsil şirkətinin rəhbərinə təsdiqlətməliyəm. Amma öncəki videolardan yola çıxaraq bir data üzərindən heç vaxt şey getmir. Ona görə də vision olmur
bu adamların və gördüyün işin də hər hansı bir vicdanı olmur. Bizdə həmçinin həmin video ilə bağlı yenə bir sualım var. O Özbəkistan videosu. Bu arada tapsam o videonu qoyaram, ya linkini aşağı qoyaram, keçib edib baxarsınız. O videoda həm də milli mənəvi məsələlərə fokuslanmışdı. Mədəniyyət və tarixlə bağlı bir məsələyə də fokuslanmışdı. Yəni tarixin artıq izlərinin itməyi ilə bağlı bir qorxu var idi və bu qorxunu aradan qaldırmaq üçün, bu problemi aradan qaldırmaq üçün biz videoçaq hazırlamışdılar ki, insanlar aydınlansınlar və dəstək olsunlar. Bizdə də həm yenə böyük şirkətlərdə və kiçik şirkətlərdə də mədəniyyət, ümumiyyətlə tarixi mövzular ancaq özəl günlərdə yada düşür. Nə bilim, Novruz haqqında kosa gəlir yada. Yeni ildə heç nə yoxdur zaten. Bizim mədəniyyətimiz deyil, bizim tariximiz deyil. Amma normalda heç vaxt məsələn atıram, Azərbaycanın memarlığı ilə bağlı bir problemi həmin o videodan yola çıxaraq deyirəm. Belə bir problemi ortaya qoyan bir reklam çarxı görməmişəm indiyə qədər. Və ya başqa nə problemimiz ola bilər? Azərbaycan geyimlərinin yoxa çıxmağı ilə bağlı məsələn, milli mədəni geyimlərinin və ya adətlərinin yoxa çıxmağı ilə bağlı bir kadr yoxdur. Bunu qabardacaq. Adi kola gəlir, bunu bəzən eləyir bizdə. Ki o Türkiyəyə məsələn kola gəlir, o Ramazan bayramlarındakı süfrə məsələsini göstərir. Hansı ki bu da Türkiyədə yavaş-yavaş yoxa çıxan bir şeydir. Bunlar bunu göstərir və mədəniyyətin bir parçası halına gətirir. McDonald's falan eləyir bunu. Halbuki özümüz eləmirik. Bu niyə görədir bəs? Ya sizə gələn brieflərdə də bu eyni məsələ var. Bu çox gözəl yerə toxundun. Birincisi, o qlobal markalar onu niyə eləyir? Ona görə eləyir ki, onlar göstərmək istəyir ki, biz sizdən biriyik. Siz bizi kənar qəbul etməyin, bizə qarşı boykot eləməyin, hansısa müharibənin səbəbkar olaraq bizi görməyin deyə bu strateji düşünülmüş addımlardır. Ona görə özlərini o xalqın bir nümayəndəsi kimi göstərməyə çalışırlar. Milli mənəvi dəyərlərə hörmət edən bir qurum olaraq göstərməyə çalışırlar. Bizdə niyə etmirləri mən deyim. Bizdə çünki öz mədəniyyətimizə, öz tariximizə, öz atributlarımıza sanki bir soyuq münasibət, ögey övlad münasibəti var. Halbuki biz keçmişimizə dönüb baxanda, ümumiyyətlə mədəniyyətimizə baxanda çox maraqlı orada bizim şəbəkə sənətimiz var, bizim çox maraqlı divar mozaikalarımız olub. Yəni bizim mədəniyyətimiz çox zəngindir və biz hər zaman çalışırıq ki, işlərimizdə bu milli koloriti, o mədəni irsi necəsə göstərək. Çünki göstəriləcək çox şeyimiz var da. Bizim belə xalqlar var ki, mədəniyyətləri çox zəngin deyil, heç bilmirlər nə göstərsinlər. Üzlərini qərbə tuturlar ya da necəsə, nəyinsə bir parçası olmağa çalışırlar. Təəssüf ki, bizdəki tendensiya odur. Qərbə bənzəmək, onun bir parçası kimi hiss etmək, özümüzü ora oxşatmaq. Amma geriyə dönüb baxanda bizim kaş özümüzə bənzəmək istəyərdik. Çünki həqiqətən bizim götürüləsi çox şeyimiz var. Həm videolarda bunu göstərə bilərik, həm dizayn həlləri kimi bunu tətbiq eləyə bilərik deyə düşünürəm. Bakı Flames'dən danışmışkən elə bununla danışaq. Niyə bu tip tədbirlər Azərbaycanda çox azdır, hətta yox səviyyəsindədir? Bakı Flames yaradıcılıq və effektivlik festivalıdır. Bu nədir? Əslində bu sözlər çox bir şey anlatmır insana, amma həm də anlatır. Əgər sən bu işin içindəsənsə, başa düşürsən nə deməkdir? Deyilsənsə sənə çox uzaqdır. Bu festivalı əslində Orxan Kərimov və Göktuğ Sarı təsis etdilər. Lakin mən prosesin əvvəlindən hələ də varam o prosesdə. Azərbaycanda yaradıcılıq sahəsində çox ciddi bir boşluq var. Bizim heç bir universitetdə reklamçılıq sənəti yoxdur. Məsələn, biz reklam agentliyi olaraq bəzi bizdə vakansiyalar olur və namizəd tapa bilmirik. Çox çətinlik çəkirik. Biz hətta Creative School təsis etmişdik və oradan ən böyük gözləntimiz o idi ki, yaradıcı sənayeyə insanlar yetişdirək və bunu edən bir çox kurslar var, tədris mərkəzləri var, amma təəssüf ki, bu ölkənin təhsil proqramında yoxdur. Üzərində çalışırıq ki, bunu necəsə universitetlərdə tədris edək. Çünki hazır bir tədris ocağında bunu etmək daha rahat olur, nəinki bunu sıfırdan qurmaq. Nə qədər bu sahədə insanların sayı çox olacaqsa, o qədər festivalların da sayı çox olacaq. Nə qədər ki azdır, ona görə də az olması normaldır. Bu cavabın içindən 3 dənə sual çıxdı məndə. Birincisi, namizəd yoxdur deyirsən, insanlar da iş yoxdur deyirlər. Hansınıza inanaq indi? İş yoxdur deyən insanın birinci
qarşında oturub sual verməlisən ki, nə bacarırsan? Mənim ətrafımda da var, iş yoxdur, iş olsaydı işləyərdik deyən insanlar. Amma nə bacarırsan sualına təəssüf ki, çox ciddi verə biləcək cavabları yoxdur. Və bizim çox Azərbaycan standartlarının üstündə verə biləcək maaş potensialından nəzərə aldıqda istər dizayn sahəsində olsun, istər copywriting sahəsində olsun, müştəri təmsilçisi olsun və s. layihə meneceri olsun, biz kifayət qədər özünü sübut etmiş namizədlər tapmaqda çətinlik çəkirik. Və biz bu halda nə edirik? Kimsə bizim əməkdaşı götürür, biz onların əməkdaşını götürürük. Bir sirkulyasiya var. Hamı bir-birindən əməkdaş götürür, eyni adamlar fırlanır. Və belə olan halda da bazarda maaş balansı pozulur. Çünki bir insana bir neçə yerdən təklif olanda və o insan başa düşəndə ki, məndən çox yoxdur, mən təkəm, o halda da öz normaldır ki, tələblərini irəli sürsün. Və bu halda həm maaş balansı pozulur, həm biz çətinlik çəkirik layihələrin idarə edilməsində, yazılmasında, həyata keçirilməsində. İş var. İş var, sadəcə düzgün analiz etmək lazımdır ki, iş haralarda var, ehtiyac haralardadır və mən o ehtiyacları özümdə qarşılaya bilirəm, yoxsa yox. İş var, işçi var, namizəd yoxdur. Ya da iş var, işçi var, təhsil yoxdur. Ya da iş var, işçi var, işini bilən işçi yoxdur. Hardan baxdığımıza baxır, rakurs önəmlidir. Kim üçünsə iş yoxdur, işçi var, nə bilim, təhsil var. O hamı üçün dəyişir o. Bayaq bu tədbirlərdən danışdıq da, niyə az keçirilir falan. Bu tip tədbirlərdə də həmçinin mən bəzilərini görmüşəm. Daha Bakı Flames məsələn mən keçən il iştirak edirdim. Deyəsən elə birinci idi keçən il. Çox maraqlı idi. Yəni orada həm networking eləyə biləcəyimiz mühitlər var idi. Sadəcə tədbir kimsə danışsın, kimsə çıxış eləsin deyildi. Təbii ki, o da önəmlidir, amma heç bir panelə, yəni 2 saat qulaq asmağa səbrimiz yoxdur da bu dəqiqə, o diqqət şeyimiz yoxdur. Amma digər tədbirlər daha belə korporativ tədbirlər olur. Sırf kimsə çıxdı, danışdı, gəldi falan. Yəni networking deyirlər sözdə, amma networking yoxdur. Bundan əlavə də ən böyük problem nədir? Mən məsələn görürəm, bir dənə tədbir var, deyək ki, indi ad vermək istəmirəm. Keçən ilki iştirakçıları, danışanları eyni vəzifədə olan adamlar idi. Bu il vəzifə eyni qalır, adam dəyişibdi. X şirkətin PR departamentinin rəhbəri keçən il danışıbdı. Yenə həmin şirkətin PR departamentinin rəhbəri danışır, adam dəyişib amma. Niyə bu tip şirkətlərdə, bu tip tədbirlərdə ancaq vəzifəsi olan adamı çağırırlar? Halbuki %90% də bu vəzifədə olan şəxslər ora bacarıqları ilə gəlməyiblər də. Hamımız da bilirik bunu zaten. Məsələn, mənim kimi və başqa da yaradıcı insanlar var bu sahədə. Sizin şirkətdə də işləyən tanıdıqlarım var ki, yəni bu adamların faktiki otursan portfolyosuna baxsan 1000 nə iş görüb ortaya çıxarıbdı da. O adamın gəlib orada danışacağı şeylər qızıldır. Bu adamdan gəlib orada danışacaqlar şeylər bomboş şeylər olacaq böyük ehtimal. Ki elədir də zaten mən bir-ikisini getmişəm. Təbii ki, hamısına şamil olunmur. Yenə də arada istisnalar var. Şeyə də baxmırlar. Məsələn, bu adamın səhnədə storytellingi varmı? Səhnədə danışıq bacarığı varmı? Ki çoxsunun da yoxdur. Boş-boş şeylər danışırlar. Bunun podkastlarından götürürlər, çox vaxt danışıqlarını oğurlayırlar, gətirirlər, fəlsəfədən danışırlar. Nə fəlsəfəyi? Sən elədiyin işdən danış. Sonra onu özün fəlsəfəyə çevirmisənsə, okeydir. Gəlib başqasının fəlsəfəsini səhnədə cəmaata soxuşdururlar. Niyə? Çox ağır sözlər istifadə edirsən. Soxuşdurmaq, bacarığı olmayan insanlar. Burada mən biraz radikal mövqe qoymayacağam ortaya. Çünki düşünürəm ki, bir insan ora necə gəlib məsələsini kənara qoysaq, ora gəlibsə, bu insanların da, tədbir edən insanların da müəyyən xərcləri olur və biletdən gəlir düşünürlər. Və ora elə insanlar qoymağa çalışırlar ki, o adlar bilet sata bilsin. Və mən bu tərəfdən onları başa düşürəm. Amma Azərbaycanda sən desən ki, hər tədbir fərqli insanlar gəlsin, o qədər çağırılacaq adam da yoxdur. Düzdür, sən fikirləşirsən ki, insanlar var ki, hələ kəşf edilməyib, ora çıxarılmayıb. Mən buna razıyam və çox düzgün vurğulayırsan. Amma biraz da o kəşf edilməyən insanların öz günahıdır ki, özlərini göstərə bilməyiblər. Ola bilər özlərini işə veriblər, iş görməyə, yaxşı işlər etməyə, amma öz PR-larını edə bilməyiblər.
və buna görə də onlar kəşf edilməmiş ola bilərlər. Əgər sən yaxşı işləyirsənsə, sənin qarşını heç kim kəsmirsə və sən özünü göstərə bilmirsənsə, deməli günah səndədir. Belə düşünürəm. Bax Flames-ə gəldikdə, ora gələn spikerlər, ora gələn iştirakçılar 1001 ələkdən keçirilib. Məsələn, ora gələn spikerlər çox böyük festivallarda spiker olub, keynote speech-lər ediblər və biz onlara baxıb elə onları dəvət eləmişik. Yəni bu insanlar Cannes festivalında spiker olan insanı sən necə burada bəyənməmək şansın var? Çünki Azərbaycan yenə də deyirəm, yaradıcı sənayesi o qədər inkişaf etməyib ki, yəni biz onlara ağzı açıq baxırıq. Eləcə də məsələn bu festivalı deyirik, Back Flames-i. Back Flames festivalı durduq yerdə yaradılmayıb. Biz dəfələrlə 5-6 dəfə Cannes festivalına getmişik. 3-4 dəfə Almatada başqa festivallara getmişik. Taşkənddə, Özbəkistanda getmişik, Gürcüstanda getmişik. Biz bir çox regional və beynəlxalq festivallara gedib çalışmışıq ki, hər yerdən ən yaxşı tərəflərini götürək və onları tətbiq edək. Elə ona görə də festival 2 gün səhərdən axşama ancaq speechlər deyil, orada activity zone var, əyləncə zonası var, network zona var. Çalışırıq ki, insanlar ora gəlib sıxılmasın. Baxdın, hə, bu insan sənə maraqlıdır, gəl qulaq as. Deyil, get digər zonada nə iləsə məşğul ol. Partisi var, əyləncəsi var. Yəni bu hər tərəfli bir festivaldır və hər insan necəsə orada özünə uyğun bir şey tapıb əylənə bilir. Onda belə çıxır ki, bu tip tədbirlərdə iştirak etmək üçün, göz önündə olmaq üçün %50 tanışlıq, %30 öz PR-ın, %20 də bacarığın. Düzdür? Mən tam razıyam, Emin. Çünki bu elə bir şeydir ki, sənin harası çağırılmağın üçün mütləq şəkildə network'ün olmalıdır. Hər kəsin belə deyim də əl yuyur, əl də üzü. Kimsə kimisə harasa çağırırsa, kimisə kimdənsə işi keçir, kimisə kimdənsə, yəni belədir. Bu belə təəssüf ki belədir və heç kim 100% ədalətli ola bilməz. Mən sənə qarşı ədalətli olsam, kiməsə qarşı ədalətsizlik eləyəcəm. Təəssüf ki belədir. Bu reallıqdır. Bundan barış. Bu insanı məncə bir yaş daha böyüdür. Necə network yığa bilərik onda? Çox gözəl. Sənin artıq bu podkastın özü bir network alətidir deyə düşünürəm. Sən bura istədiyin insanları çağıra bilərsən, onlarla bir münasibətin yarana bilər. Sən işinlə bağlı görüşlərdə olursan, çəkilişlərdə olursan və s. Bunların hamısı bir network imkanlarıdır. Festival, tədbirlər. Yəni sənin tanıdığım qədərlə sənin ünsiyyətə girmək kimi bir problemin yoxdur. İstənilən insanla çox rahat ünsiyyət qura bilərsən. Ona görə düşünürəm ki, ən azı sən bilirsən necə network qurmaq lazımdır. Özün cavab. Yaxşı, bununla bağlı ayrıca tək bir bölüm çəkib danışaram. Biraz da tam o festivallardan birində səhnəyə çıxım, bununla bağlı danışacağam. Söz verirəm ki, necə bura gəlmişəm, necə networking qurmaq olar. Çünki mən bir dənə də şey əlavə eləyim, Emin. Sən bilirsən ki, biz Young Lions keçiririk hər il və bunu 4 ya 5 ildir eləyirik. Və biz bunu Cannes festivalında gördük. Orada rəsmi nümayəndəlik aldıq Azərbaycana. Orxan Kərimov vasitəsilə bu alındı. Sonra mən də qoşuldum o prosesə. Və indiyə kimi olmayan bir şeyi Azərbaycana gətirdik, Young Lions. Məsələn, biz gənc olanda belə bir tədbir yox idi və bunu heç kim gedib belə bir məsuliyyət öz üstünə götürüb gəlib eləmirdi. Və biz neçə ildir bu Young Lions-ı etməklə oradan bizim bir qəpik belə xeyrimiz olmub, hətta bəzi hallarda ziyana getmişik. Lakin bunu etmişik. Nəyə görə etmişik? Biz bu sahənin içindəyik, biz insan yetişdirməliyik. Biz yetişdirməsək bu işin axırı yoxdur. Məsələn, bugün biz agentliklər korporativlərə uduzur. Agentlikdə işləyən bir insana korporativ təklif eləyir, söhbət şirkətlərdən gedir. Daha yüksək maaş təklif eləyir, çünki heç bir agentlik, heç bir holdinqlə yarışa bilməz. Normal olaraq o əməkdaş da gedir, oturur orada. Burada 6-7 marka ilə işləyən copywriter ya da dizayner gedib bir marka üçün düşünəndə, bir marka üçün dizayn edəndə, o avtomatik qabiliyyətlərini itirməyə başlayır. Çünki beyin ancaq bir rəngə işləyir, bir brand bookla işləyir və inkişafdan qalır, geriyə gedir, özünə komfort zona yaradır, oradan sonra çıxa bilmir. Biz bütün bunları nəzərə alaraq bu Young Lions-ı edirik hər il. Oradan çox yaxşı uşaqlar çıxır, gedirlər Cannes festivalında ölkəmizi təmsil eləyirlər,
Orada yarışırlar, qlobal jüri onları dəyərləndirir. Sonra bizim burada münsiflər, niyə bu söhbəti açdım onu deyim. Biz münsiflər seçirik hər il Young Lions-a. Və biz bu münsiflər seçərkən o qədər əziyyət çəkirik ki, həddindən artıq çox əziyyət çəkirik. Seçdiyimiz insan obyektiv olmalıdır. Bu sahədə müəyyən bir nüfuzu olmalıdır. Bu sahədən başı çıxmalıdır. İnsanlar onun adını orada görəndə deməməlidir, bu niyə ordadır. Yəni bir çox səbəblər, kriteriyalar var ki, biz onu qoyuruq, buna görə olmaz, çıxardırıq, bunu qoyuruq. Və sən hər ildə eyni adamları eləyə bilmirsən. Yəni bu halda da necə ki o tədbir eləyənlər spiker tapıb çıxarda bilmir. Yəni mən onları bu tərəfdən də başa düşürəm ki, çətin olur. Çətindir ora tapıb qoymaq insan. Yar cahil. Azərbaycan bundan 20 il, 30 il qabaq çox daha geridə qalmış bir ölkə idi digər ölkələrə baxanda, Sovetlərin tərkibindən çıxandan sonra. Bu getdikcə də inkişaf edir və mən yaxşı yöndə inkişaf elədiyinin fərqindəyəm. Və çox istəyirəm ki, inkişaf eləsin. Mən çünki özüm Avropada yaşamışam, Polşada yaşamışam. Orada qala da bilərdim, amma qala bilmədim. Çünki gördüm ki, heç bir ölkə Azərbaycandan daha yaxşı və ya pis deyil. Fərqlidirlər və Azərbaycanın digər ölkələri geridə qoymaq potensialı var və çox güclüdür bu. ASTV sunar. Mən həqiqətən sevirəm. İnsanlarımızı da sevirəm, yaradıcılığımızı da sevirəm, potensialımızı da sevirəm. Amma daha dürüst bir Azərbaycan üçün biraz da vaxt lazımdır. İşlər düzdür, tanışlıqla ola bilər. Bir çox yerdə referans deyirlər buna hətta qlobalda da. İnsanlar referansla iş tapmağı çox normal bir şeydir. Mən özüm Polşada qrafik dizayner kimi işləmişəm. Orada da referans eləmişdilər məni. Normal bir şeydir. Çox normal bir şeydir. Mənə referans eləmişdilər və elə mən müsahibəyə daxil olmuşdum falan. Necə görürsən səncə? Nə etməlidir ki, insanlar və ya böyük şirkətlər və ya sizin kimi şirkətlər ki, bu 20 il sonra, 10 il sonra o daha dürüst Azərbaycan olsun. Yəni bayaq dedim %70 tanışlıqla, %20 biraz azallıq da heç olmasa referansı. Bir %20 referans olsun. Okeydir bu, yəni. Amma %50-60 bazarı olsun. Ki bir çox insan var qlobalda da, yəni işini çox yaxşı görür, tanışlığı yoxdur, amma işini yaxşı gördüyünə görə çox məşhur olur və insanlar onunla əlaqə saxlayır. Bayaq dediyim tema. Deyirsən ki, insanlar səninlə əlaqə saxlamalıdır. Mən öz PR-ımı eləməliyəm. Çox yaxşı görsəm işimi təbii ki, bu PR olmur. Amma buna biraz şərait də yaratmaq lazımdır ki, mən işimi yaxşı görüm. Daha nələr edilməlidir ki, yəni bu işlər böyük pulların döndüyü yerlər, böyük yaradıcılığın döndüyü yerlər daha az tanışlıqla olsun, daha çox bacarıqla olsun. Podkastın əvvəlində dediyim məsələyə qayıdırıq bu halda. Əgər rəqabət varsa, sən yaxşı olmaq məcburiyyətindəsən. Sən heç bir güzəştə getməməlisən. Bizə, məsələn, biz vakansiya elan eləyəndə müəyyən referanslar gəlir. Amma biz heç bir halda o referansı işə götürmürük. Heç bir halda deməyim, yəni əgər uyğun deyilsə, heç bir halda götürmürük. Nəyə görə? Çünki biz rəqabət halındayıq və biz bilirik ki, hansısa işi pis görsək, növbəti iş bizə gəlməyəcək. Və biz hər işimizi ilk iş kimi, ilk həvəs kimi çalışırıq, yanaşaq ki, bu işi yaxşı eləmək. Biz bəlkə də yeganə və ya çox az agentlikdən biriyik ki, bizim satış departamentimiz yoxdur. Biz ancaq portfolio ilə iş götürürük. Bizim məsələn hansısa işimizə baxırlar, hətta çox gülməli də olsa gəlib bizdən istəyirlər ki, bizə də ondan eləyin. Yəni başa sala bilmirik ki, ondan bir dəfə olur. Yəni siz də bundan istəyin də, yəni ondan olur, siz bundan istəyin. Yəni biz dediyin kimi referans normal bir şeydir. Amma sən referans eləyib, sonra deyəndə ki, bizim uşaqdır, onu götür bir orada başını hərrəsin. Yəni belə söhbətlər oldusa, heç bir inkişafdan söz gedə bilməz. Oradakı ən böyük pislik elə o götürülən adam olur. Ki sən ona bu gün güzəştə gedirsən, o artıq öyrəşir ki, mənə bu həyatda güzəşt edilir. Sabah başqa çətinliyə düşəndə də o güzəşt gözləyəcək, amma görməyəcək, başı divara dəyəcək və daha pis şeylər olacaq. Ona görə ədalətli olmaq lazımdır. Əgər bu insan həqiqətən bu vəzifəyə layiqdirsə, onu götürmək lazımdır. Yox deyilsə, məncə hər şey buradan başlayır. Hər bir insan tutduğu vəzifəni layiqincə yerinə yetirsə, ən elə topdan ən aşağı qədər. O halda Azərbaycan həqiqətən sən dediyin kimi yer olacaq.
Yox, əgər bu gün biz hansısa icra hakimi bu gün oturur otağında, sabah oturur türmədə. Yəni belə olmamalıdır da. Yəni dünyanın heç arasında nə bilim çox qəribədir. Azərbaycanda ya icra hakimisən, ya da dustaqsan. Bunu yəni bir çıxın pensiyaya, bir pensiya ilə nəvələrinizi gəzdirin, nə bilim nəsə gedin dünya turuna çıxın. Belə olmur da. Yəni bu adam ya icra hakimidir, ya da tutulur. Yəni bu belə halda kaş belə olmazdı, daha tez inkişaf edərdik. Səncə bunun kökü hardan gəlir bəs? Yəni bu deyirsən ədalətli olmalıdır. Deyil də, yəni bu adam boşluq görən kimi, yenə o bayaqki sözümü deyəcəm, özünü soxuşdurmağa çalışır. Bizim millət hamısını deməyəcəm yenə də, bir çoxu nə vəziyyətdən istifadə etməyə çalışan insanlardır bunların hamısı. O hardan gəlməlidir o ədalət duyğusu? O ədalət duyğusu dediyin şey görünən bir şey deyil deyə. Bunlarda yanındakı adamın yanında cool görünsün və ya sabah gəlib oyda falan kəsə bir dənə soxmaq soxdum desin deyə nə gəldi eləyir. Və qırağındakı insanlar da onu halal olsun deyir yəni. Və cəsarət də çatıb o 5 nəfərdən biri də qalib deyənmir ki, sən nə edirsən? Dəlisən sən yəni, başın xarabdırsan. Səncə hardan gəlməlidir? Bu təbii ki, çox subyektiv bir cavab deyə. Mən sənin bunun yəni dəqiq bir qaydası yoxdur, olsa eləyərdik zaten. 100%. Bu biraz işin fəlsəfi tərəfidir. Əgər insan faktoru varsa, heç vaxt tam ədalət prinsipinə əməl olunmayacaq. Çünki insan müəyyən bir boşluq gördükdə, istifadə edə biləcəyi bir sahə gördükdə instinktiv olaraq ora yönəlir. Mən insanın özündə yırtıcı olduğunu düşünürəm və insan özünü tərbiyə eləyir deyə düzəlir. İnsanları tərbiyə etməsək bir-birini yeyərlər. Azərbaycanda kinoteatrlarda filmlər rus dilində olur, bilirsən. Mənim ən böyük yaralı yerlərimdən biridir. Bununla bağlı araşdırdım, bir çox müsahibəyə baxdım. Kinoteatrların rəhbərləri deyir ki, bizim məsuliyyətimiz deyil. Biz sadəcə filmi nümayiş etdirməklə məsuluq. Bunu etməlidir xüsusi özəl şirkətlər. Hansı ki gedirlər lisenziyanı alırlar ki, o lisenziya da çox bahadır dediklərinə görə. Dublaj eləyirlər və ya altyazı yazırlar və bunu kinoteatrlara verirlər. Azərbaycanda bəzi şirkətlər var. Birini tapdım hətta, adını da çəkəcəm. Balans studio deyə bir yerdir. Sırf bu işlərlə məşğuldur. Dublajdır, nə bilim filandır, fəsməkan. Təkcə dublaj deyil, rənglənmədir, korreksiyalar, filmlə bağlı bir çox şeydir də. Siz də bu tip şirkətlərlə tam bu tip olmasa da, yəni film yaradan şirkətlərlə bir yerdə işləyirsiniz. Bununla bağlı nə edə bilərik ümumiyyətlə səncə? Yəni nəsə bir şey əlimizdən gəlir, yəni eləmək üçün. Ümumiyyətlə düşünürəm ki, hər bir problem işıqlandırılmalıdır ki, həll olsun. Təəssüf ki, Azərbaycan belə bir yerdir. Əgər o problemin üstünə heç kim getmirsə, o problem illərlə sümükləşir, sonra onu ortadan qaldırmaq daha çətin olur. Bununla bağlı sənin mübarizəni bilirəm və səndən hardasa 5-10 il qabaq bizim özümüz də bununla bağlı bir çox aktivliklər etmişik. Facebookun məşhur olduğu vaxtlarda postlar, statuslar yazmışıq, təqlər eləmişik və s. Çünki mən özüm Ankarada təhsil almışam və Azərbaycana gələndə sırf bununla bağlı sinemalara getmək, kinoteatrlara getmək məsələsində təəssüf ki, çox da arzulu deyildim. Niyə? Çünki rus dilində dublyajına mən baxmaq istəmirəm. Bunun heç bir aidiyyəti yoxdur ki, kimsə rus dilini bilir, bilmir, anlayır, anlamır. Yəni mən özümə hörmət edirəm və ora gedib rus dilində dublyajla baxmaq istəmirəm. Ya orijinal dildə altyazı ilə baxmaq istəyirəm, ya da Azərbaycan dilində dublyajla baxmaq istəyirəm. Və o vaxt, o həngamədən sonra Azərbaycan dilində altyazı kimi bir qərar qəbul edildi və hansı ki tətbiq olunmur bu dəqiqə? İndi nə qədər tətbiq olunur, olunmur. Bəzi filmlərdə olur, bəzilərində olmur. 60-70 olmur. Olanda da çox biabırçı şəkildə olur. Yəni adam oxumaq istəmir və s. Təəssüf ki, bu sahədə buna istənilən qədər marağın olmaması ona görədir ki, həm biz böyük yayım şirkətləri üçün maraqlı ölkə deyilik. Çünki bizdə kinoteatra gedən insanların sayı çox deyil ki, o şirkətlər dublyaj üçün müəyyən vəsait ayırsınlar. Azərbaycanda da heç kim bu işin altına, daşın altına əlini qoymur ki, mən bu işi öz öhdəliyimə götürürəm, özüm həll eləyəcəm. Çünki həqiqətən sən dediyin kimi o lisenziyaların alınması və s. bahalıdır.
Ona görə mənə elə gəlir ki, biz bu məsələdə çətin ki, bir həll tapaq. Nə vaxta qədər ki, o böyük yayım şirkətləri Azərbaycana müəyyən investisiya eləsinlər. Mən də bundan bağlı qısa fikrimi deyəcəm, sonra növbəti suala keçəcəm. Dünyada 2 tip ölkə var bundan bağlı. Birinci ölkə tipləri bu dillərini dəhşətli dərəcədə qoruyan ölkələrdir. Bura aiddir Fransadır, Almaniyadır, İtaliyadır və s. Hansı ki, ikinci dil biliyi çox aşağı olan ölkələrdir bunlar. Hər hansı bir Booking-ə gir, bu dəqiqə fransız hostelinə yaz, onlar sənə heç vaxt ingiliscə cavab verməyəcəklər, fransızca cavab verəcəklər. Bir də o digər ölkələrdir, Norveçdir, İsveçdir, Danimarkadır, Polşadır, bu kimi ölkələr. Bunlar ikinci dil biliyi yüksək olan ölkələrdir. Birinci tip dediyim ölkələr dublaj edirlər bütün filmləri. Heç vaxt altyazı qoymurlar. İkinci tip ölkələr demək olar ki, heç vaxt dublaj eləmirlər. Uşaq filmləri olmadıqca altyazı istifadə edirlər. Yəni mənim təklifim odur ki, altyazı olunsun, bəsdir hal-hazırda. Eləyə bilmirsinizsə, okeydir də, yəni. İngiliscə qoy, Azərbaycanca altyazı qoy. Möhtəşəm bir söhbətdir, yəni. Yəni ümumiyyətlə məncə film öz orijinal dilində izlənməlidir. Oradakı aktyorun hissləri, səsi, tonu və s. Amma bu mənim fikrimdir də. Yəni mən bunu düz olaraq qəbul etdirə bilmərəm heç kimə. Kimsə dublyaj sevirsə, dublyaj izləsin, amma öz dilində izləsin də, yəni rus dilində yox. Bəli, razıyam. Bir də ki, kinoteatrlara getmirlər söhbəti var. O bir paradoks yayılıb artıq. İnsanlar kinoteatra getmir ki, filmlər ruscadır. Və onlar filmləri rusca gətirirlər ki, insanlar kinoteatrlara getmirlər. Sən dövlət olaraq və ya özəl bir şirkət olaraq, pullu özəl şirkət olaraq Azərbaycan dilində bundan sonra bütün filmlərimiz bizim ingilis dilində, orijinal dilində və Azərbaycanca altyazı ilə qəşəng olacaq desən, 10 il sonra insanlar gəlməyə başlayacaq. Bu yəni bunu elədik 3 gün gəlmədi insanlar deməklə deyil axı. Biz adi bir şeyi satmaq üçün illərlə mübarizə aparırıq da, yəni insanların beyninə yer etmək üçün. Ona görə yəni məncə bu çox uzun müddətli bir şey olmalıdır. Sən indi gəlir qazanmayasan təbii ki, yes. Amma Allah haqqı deyirəm də, yəni 10 ildən sonra, 20 ildən sonra qazanarsan artıqlaması ilə. O da baş söhbətdir. Yəni Azərbaycan 10 milyon əhalisi var, Hollandiyanın 3 milyon əhalisi var və ya daha kiçik ölkələr var Avropada. Dəli kimi kinoteatrlar gedirlər. Bizdə də kinoteatr mədəniyyəti olub bu arada. Mənim atam danışır ki, bizim kənddə Zaqatalada kənddə kinoteatr var idi. Kinolar gəldi, biz yerdik, baxırdıq. Nətər olur ki, bu dəqiqə o kənddə kinoteatr yoxdur və deyirsən ki, Azərbaycanlılar kinoteatra getmir. Boş söhbətdir. Nəysə. Yenə də Azərbaycanda olmayan bir şey haqqında danışmaq istəyirəm. Türkiyədə bir şirkət var. Onun da adını çəkəcəm. Vlog Social deyə bir şirkətdir. Bu şirkət nə işlə məşğuldur? İnkişaf etməkdə olan influencerları götürürlər və ya potensialı olan insanları influencerlar götürürlər. Deyirlər ki, sən video editi biz eləyəcəyik. Kontentivi də biz yazacağıq, kömək eləyəcəyik, dəstək olacağıq. YouTube-undan da müəyyən qədər gəliri biz götürəcəyik. Amma bizlə işləyəsən sən. Hazırda da Azərbaycanda bunu edən var. Məsələn, Promethean şirkəti Mikpro copyright temalarını götürür ki, məsələn və orada nə bilim atıram indi 30-70-ə işləyir deyək ki, 30%-ni özü götürür. Bunun 50%-ni götürərək influencerlara dəstək olan bir şirkət ola bilərdi. Bizdə bu yoxdur. Hətta bir neçə il bundan qabaq Tolqa Işık idi deyəsən adı, Zeynəb Bastıqın ex-əri. O Azərbaycana gəldi bu sahədə. Sonra orada da nəsə problemlər yaşandı, mən səhv eləmirəmsə, bu gün eşitdim onda elə. Səncə bu şirkətlər niyə yoxdur? Və ya sən məsələn bu şirkəti niyə açmazsan Azərbaycanda? Çox yaxşı yerə toxundun. Tolqanı tanıyıram, familiyası Işık deyil, familiyası yadımda deyil. Yes. Hypers Academy var Türkiyədə, onun təsisçisidir. O Azərbaycanda gəldi sırf bu sahədə. Elə bizim Creative School-da da burada var idi o istiqamət. Influencer olmaq istəyənlərə öyrətmək ki, sən necə influencer ola bilərsən. Bu istiqamətdə niyə Azərbaycanda şirkət yoxdur? Var, amma məncə Azərbaycanda hələ ki özünü o tərəfdən sınayacaq influencer blogerlər məncə yoxdur. Çünki biz bir-birimizə çox da etibar edən bir millət deyilik. Bizdə həmişə ağlımızda bir sual işarəsi yaranır. Və ümumiyyətlə biz indi danışdıqca anlayırıq ki, Azərbaycandakı problemlərin bir çoxu bizim beynimizdəki, şuurumuzdakı fundamental problemlərdir. Biz şübhə ilə yanaşırıq, tam etibar eləmirik. Bu mənə bunu təklif edir, görəsən sabah mənim pulumu əlimdən alacaq, mənim şöhrətimi əlimdən alacaq və s. Amma türklərdə də o var axı, o düşüncə. Yəni türklərdə də var, amma Türkiyə o qədər böyük ölkədir ki, orada o adam düşünür ki, mən bunların əlində əgər
best case-lər varsa, uğurlu nəticələri varsa, mənim də uğurlu olma ehtimalım çoxdur. Mənim özüm tək rəqabət etməkdənsə bir qısa yol düşünür də. Böyük ehtimal odur. Azərbaycanda biraz mənə elə gəlir ki, sırf mental olaraq insanlar hələ ona hazır deyil, amma yenə də mən biraz böyük danışmaq kimi çıxmasın. Bəlkə sabah kimsə o şirkəti qursa, uğur əldə edə bilər. Amma hələlik mən düşünmürəm ki, heç bu istiqamətdə kiməsə nəsə yön vermək lazımdır. Ümumiyyətlə yön vermək, burada biraz peşəkar yanaşmadan söhbət gedir də. Azərbaycanda prodüser və artist əlaqələrinə baxsaq, heç kim öz artistinə brend kimi yanaşmır. Onu bir gəlir mənbəyi olaraq görür. Aparım toya, oxusun, mən faizimi götürüm, onun da pulunu verim, o xoşbəxt, mən xoşbəxt gedək. Sabah bu çıxıb hansısa verilişdə danışanda, nəsə qatıqlayanda düşünmür ki, bu çıxandan sonra mən ona deyim ki, sən bunu bir də o bir efirdə demə. Deyir, qoy desin, reytinqdir. O deyəcək, sabah onu daha çox toya çağıracaqlar, mən daha çox pul qazanacağam. Ona görə biraz bu məsələlərdə biz dəyişməliyik beynimizi. Endorfin nə işlə məşğuldur? Pretty little baby. Bir anda arxada dramatik musiqidən keçirsən uşaq mahnısını. Hə. Endorfin bir çox işlə məşğuldur. Biz əsas bilirsən reklam agentliyi olaraq fəaliyyət göstəririk və işlədiyimiz bizdə B2B sektor adlanır. Bizneslərə xidmət göstəririk və dizayn xidmətləri, copywriting xidmətləri, video production və bunun kimi digər reklam agentliyinin gördüyü xidmətləri göstəririk. Bəs endorfinin fərqi nədir dedikdə, biz sosial məsuliyyət layihələrində xüsusilə həmişə çalışmışıq ki, etdiyimiz layihələrin bir impakti olsun. Nəyi nəzərdə tuturam? Əgər biz o layihə ilə hansı insanların həyatını dəyişə biliriksə, onların həyatına toxuna biliriksə, onu eləyirik. Yoxsa qocalar evinə gedib qurban kəsmək, uşaqlar evinə gedib hədiyyə paylamağı hər kəs eləyir. Bəs biz o uşaqlar evindəki uşaqların bu gün getdik, oyuncaqları payladıq, sonra qayıtdıq hər öz evinə, onlar qaldılar orada. Onların həyatına necə toxuna bilərik ki, onların həyatı dəyişsin? Biz orada olmayanda da onlarda müsbət nələrsə baş versin. Biz biraz daha çox bu istiqamətdə işlər görürük və düşünürük ki, işlərimizin nəticələri var, hansı ki, ona baxıb qürur keçiririk. Məsələn, biz Cüdo Federasiyası və Azərbaycan ilə qızlar ağ yaraşı layihəsi elədik. Azərbaycanda ən çox danışılan layihələrdən biridir və həmin layihə ilə cüdoya başlayan qızlar arasında Azərbaycan çempion olan qızlar var. Hansı ki, həmin qızlar sabah Azərbaycanı hansısa böyük yarışlarda təmsil edəcəklər. Bəlkə də aralarına olimpiya çempionu çıxacaq, bilmirik. Amma o layihə ediləndə biz düşünürdük bunun müsbət nəticəsi olacaq. Amma bu qədər geniş miqyaslı, ora başlayan o qızların karyeralarında belə uğurla irəliləyəcəyini, yəni çox bizim üçün qürur verici bir haldır. Bu arada gənclər, siz endorfinin adını bəlkə eşitməmiş ola bilərsiniz, amma marketinq sahəsində çalışan hər kəs endorfinin Azərbaycanda top şirkətlərdən biri olduğunu bilir. Mən də bu arada heç bu sahəyə girişməmişdim. Polşadan təzə gələn vaxtlarım idi. Sadəcə maraqlanırdım. İlk eşitdiyim adlardan biri də elə endorfinin adı olmuşdu. Bir çoxunuz böyük ehtimal ki, endorfinin etdiyi işləri görmüsüz, sadəcə bunun endorfin tərəfindən edildiyini bilmirsiniz. Məsələn, son işlərimizdən Zəfər günü işi var idi. 44 günlük müharibə. Bəli. Bu iş təkcə videodan ibarət deyil. Bəzi insanlar düşünür ki, ancaq videodan ibarətdir. Amma biz həm də mollarda bir Zəfər köşkü yaratdıq. İndiyə kimi Azərbaycanda bu bizim zəfərimiz, bizim qürur mənbəyimizdir və onu özümüzdə daşıya biləcəyimiz maddələrə çevirmək istədik. Kimsə bir stəkan götürə bilər, kimsə bir köynəyi alıb özünə götürə bilər və s. Yəni düşündük ki, insanlar bunu daşısın. Bu qüruru ancaq bir gün yaşayıb bitirməsin. Çünki o zəfər bir gündə qazanılan bir məsələ deyil ki, biz onu bir gün qeyd edək və bitirək. Biz o zəfəri daha uzun insanlar yaşasın, daha çox hiss etsin deyə Zəfər köşkü ideyasını da verdik. Ora merchandise product, bilmirəm, xüsusi brendləşdirilmiş 44 ilə bağlı brendləşdirilmiş məhsulları da yerləşdirdik, satışa qoyduq ki, insanlar onları alsın, geyinsin. Hətta
mən bir neçə story çıxdı qabağıma ki, xaricdə yaşayan azərbaycanlılar onları alıb oradakı insanlara hədiyyə olaraq da verirdilər. Yəni bu çox yaxşı bir nəticədir düşündüyümə görə. Düzdür. Yəni videosu da yəqin ki, çox insan izləyib. Təbii ki, o videoları izlənəndə onu edən brend ön planda olur. Zaten elə olmalıdır. Onu edən şirkətlər arxa planda lazımi, belə deyim də, dəstəyi, lazımi nəticəni onsuz da əldə edirlər. Son gördüyünüz işlərdən biri də MyGov-la üstümdə proyekt idi ki, mən də öz reklamımı eləyim səndə. Birlikdə işləmişdik. Endorfinlə Fərhadgin komandası ilə. Çox gözəl iş idi. Hələ də MyGov-un paylaşımlarında, rəylərdə mahnı ilə bağlı çox gözəl rəylər gəlir. Influencerların paylaşımında mahnının nə qədər gözəl olduğu, layihənin, klipin nə qədər gözəl olduğu ilə bağlı rəylər hələ də gəlir. Buna görə də mən də təşəkkür edirəm və çox möhtəşəm iş gördüyümüzü düşünürəm. Təşəkkürlər. Biz o işi sizə əslində ilk öncə bir neçə ideya göndərmişdik. Orada biri də musiqili ideya idi və elə siz o musiqini eşidən kimi demişdiniz ki, biz bunun üzərindən gedək. Düzdür, o musiqinin üstündə çox dəyişikliklər oldu. Siz yazdınız, biz yazdıq, bəstələndi və s. amma nəticədə ortaya maraqlı bir iş çıxdı. Məncə də. Daşkənd filialınızı açmısınız? Deyəsən? Düz bilirəm. Bəli, açmışıq. Bununla bağlı qısa məlumat verə bilərsən? Qısa məlumat verim. Biz Endorfin Reklam Agentliyi beynəlxalq festivallarda ən çox mükafat qazanan agentlikdir. Azərbaycanın ən çox mükafat qazanan agentliyi bizik. Və bu da o deməkdir ki, biz regional festivallarda top reytinqlərə düşürük. Qazaxıstanda, Özbəkistanda və s. bu regionda. Və bu da bizi orada tanınmış bir agentlik ünvanı verir. Və biz də bundan istifadə edərək, ümumiyyətlə Özbəkistanda potensial görərək Özbəkistan filialını açdıq və orada da bir neçə uğurlu layihələrimiz oldu. Bakı qədər aktiv deyil. Çünki gedib üstündə durmaq lazımdır. Amma orada da bir filialımız var və fəaliyyət göstərir. Buradan idarə edirsiniz siz, düzdür? Bəli, orada da işçilər var amma. Orada layihə əsaslı işçilər olur. Ofis var. Ofis var, bəli. Hə, nə maraqlı. Yarı cahil. Fərhad, hostun üzvü olmusan? Bəli. Çox maraqlı. Mənim dövrümə çox düşməmişdi o host. Mən tam belə ərgənliyimə girəndə hostun artıq bitdiyi dönəmlərə denk gəlirdi. Hansı mahnılarını oxumusan? Hostun qurulması ümumiyyətlə bizim eyni məktəbdə oxumağımızla bağlıdır. Hostun qurulanda 8 üzvü var idi və 7-si eyni məktəbdə oxumuşdu. Prometey ilə də biz studiyada tanış olmuşduq. Yəni bizim studiya əlimiz idi Mete, hansı ki, mahnıların yazılması, düzgün orada yönləndirmə və s. məsələləri idi. Mən çox mahnı oxumamışam. Qərqidəyə oxumuşdum. Sonra Replika var idi, orada oxumuşdum. Bağışla trek var idi. O dönəcək var idi. Yəni belə çox az mahnılarda olmuşam. Çünki biz qurulduq. Biz özümüz də ərgənlik vaxtımızda qurmuşuq hostu. Yəni kimlərsə indi məsələn müəyyən müzakirələr, analizlər aparanda 30 yaşımda mən də dönüb nələrsə indiki kimi ağlıma olsa elə eləməzdik. Amma 18 yaşda, 17 yaşda qurulan bir birlik, bir qrup elə fəaliyyət göstərməz ki, və Azərbaycanda o qədər populyar olmasında boşuna deyildi. Orada o yazılan sözlər, mahnılar, məqalələr, kitablar, bizdə ancaq musiqi qrupu deyildi. Məsələn, bizim forum var idi, hostun forumu. Mən orada yazılar yazırdım və s. Mən daha çox yazmaq tərəfində idim. Musiqi tərəfində bizim digər yoldaşlar idi. Yəni belə bu bir hərəkat idi və düşünürəm ki, bugünkü bir çox insanın həyatında çox dəyişiklik edən bir hərəkat idi. Çünki mən hələ də hansısa böyük holdinqlərdə müştərilərlə görüşlərə gedəndə məni tanıyırlar və hostun dinləyicisi olduqlarını deyirlər. Bu xoş bir hissdir. Çünki insanlar dinləyib, nələrsə öyrənib, üfüqü açılıb və s. Ləqəbin nə idi? Fek. Fek? Bəli. Mənası nədir? Bu mənim adımın qısaldılmış versiyası idi. Hansı ki, mənə uşaqlar liseydə elə müraciət edirdilər. Mən də fikirləşdim ki, elə o olsun. İndi heç təbii gəlmir. Mənim əslində o vaxtda çox təbim yox idi. Çünki bu biraz da mühit vasitəsilə baş vermiş bir şey idi. Yəni mən çox rep adamı deyildim onsuz da. Sadəcə biz sözümüzü replə deməyə çalışdıq və mən də onun bir parçası oldum. Məndə yox, məncə təbii gələnlər hələ də davam eləyir. Qaraqan, Orxan və Prometey.
Təbii gəlməyənlər də bilirsən, hərəsi bir işlə məşğuldur. Hostun vaxtında da yazmaqla məşğul idin. Universitet təhsilini bitirəndən sonra da 4 il 4 ay copywriter kimi işləmisən. İndi də nələrsə yazırsan? Mən ümumiyyətlə məktəb vaxtından bizim xüsusi bayram günlərində səhnələr tərtib edirdik və o səhnələrin tərtibatında mənim çox ciddi ssenari yazı qabiliyyətimin olduğunu öyrəndim. Bundan sonra host məsələsi yarandı, orada müəyyən hekayələr və sair yazmağa başladım. Ondan sonra mən tələbə olanda Azərbaycanda Ədalət qəzetinə köşə yazıları yazmağa başladım. Ümumiyyətlə tələbəlik həyatımla bağlı, başqa mövzularla bağlı və s. Mən orada hardasa bir 3-4 il o köşə yazılarını davamlı olaraq yazdım. Sonra mənim təhsilim bitdi. Mən Türkiyədə biraz jurnalistika istiqamətində işlədim Ankarada. Sonra Bakıya gəldim və elə alındı ki, mən copywriter olaraq işə başladım və yenə yazmaqla bağlı idi mənim işim. Sonra da taley elə gətirdi ki, yolum endorfindən kəsişdi və hələ də endorfindəyəm, artıq 10 il olacaq. Nisbətən mənim digər gördüyüm rəhbərlərə nisbətən daha səmimisən. Həm insanlarla, həm də işçilərlə. Bu yaxşı bir şeydir Azərbaycanda. Emin, mən düşünürəm ki, insan vəzifəsindən asılı olmayaraq bir xarakteri var və o xarakter dəyişməməlidir. Və empatiya qabiliyyəti yüksək olan insanlar rəhbər vəzifədə çalışmalıdır deyə düşünürəm. Çünki bizim iş insanlar üzərində qurulub. Yəni insanları anlamalısan ki, sən orada uğurlu olasan. Məsələn, həmişə mən çətinlik çəkirəm, kimsə gəlir, hansısa qərarı müzakirə edir və s. Mən deyirəm ki, ola bilər siz 30 nəfərdən çoxsuz. Mən hamıya eyni məsafədə ola bilmərəm. Bu fiziki olaraq heç bir halda mümkün deyil, nə də mənəvi olaraq mümkün deyil. Amma çalışıram ən azından onlarla səmimi olum, onları qulaq asım. Eyni zamanda müştəri tərəfdədir. Müştərilərlə də həmişə çalışıram ki, səmimi, ədalətli. Çünki mənim düşüncəmə görə bir əməkdaşlıq varsa, fərqi yoxdur şirkətlər arasında, insanlar arasında. Orada heç bir ikinci dərəcəli məsələlər ön planda olmamalıdır. Sən işə fokus olmalısan, çox səmimi olmalısan. Nəsə problem varsa, problemi gəlib açıq-aşkar rahat deyib ona həllinə fokuslanmalıyıq. Yoxsa problemi skandala çevirmək, daha böyük əzab-əziyyətə çevirməyə məncə ehtiyac yoxdur. Problem varsa avtomatik mənim beynim onun həllinə fokuslanır və həmişə əməkdaşlara da deyirəm ki, problem olanda qorxmayın. İş varsa problem də var. Birbaşa onun həllinə özünüzü verin. Yaradıcı işlə məşğul olan insanlara nə tövsiyə vermək istəyirsən? Yaradıcı işlə məşğul olan insanlar həmişə bilsinlər ki, heç bir alət, heç bir çıxan yeni texnologiya insan yaradıcılığını əvəz eləyə bilməz. O vaxt fotokamera çıxanda rəssamlar narahat idi ki, bizim axırımız nə olacaq? Amma hələ də rəssamların əsərləri çox böyük dəyərlidirlər, dəyərə sahibdirlər. Və ona görə mən düşünürəm ki, bu gün hansısa süni intellekt və s. milyon dənə versiya hazırlaya bilər sənin üçün. Amma sən hansı versiyanın hansı insana necə toxuna biləcəyinə ancaq insan qərar verə bilər. Və insanda olan o hiss, o emosiyalar süni intellektdə yoxdur ya da başqa bir hər hansı bir şeydə yoxdur. İnsanlar sadəcə öz potensiallarına güvənsinlər və özlərini inkişaf elətdirsinlər. Geri qalmasınlar. Dövrdən geri qalmasınlar. Süni intellekt çıxıb mütləq ona istifadə eləsinlər. Yeni film çıxıb getsinlər, izləsinlər, mahnıya qulaq assınlar, ölkələri gəzsinlər. Yəni hər bir sənin görəcəyin yeni bir şey, eşidəcəyin hər bir söz sənə bir ilham mənbəyi ola bilər və onu dəyərləndirmək lazımdır. Yox, sən bütün gün evdə oturaraq bir, necə deyim, baxış bucağı daraldaraq yaradıcı insan ola bilməzsən. Cahil olasın. Yarı yox, tam cahil olacaqsan. Fərhad, çox sağ ol gəldiyinə görə. Həqiqətən dəyər qatdın, mən çox şey öyrəndim. Ümid edirəm ki, izləyicilərimiz də bir şey öyrənmişdir. Təşəkkür edirəm Emin. Sən podkastda mən xüsusi olaraq gəlmək istədim. Çünki sən podkastın formatı mənə çox xoş gəlir. Çünki səmimidir. Mən eyni insanların çıxdığı bizim hamının gözünü mazol eləyən podkastlardan deyil. Ona görə mən bura gəlmək mənə həqiqətən çox xoşdur. Gözəl. Podkastımın da inkişaf edəcəyinə inanıram. Ayda bir dəfə mənim videolarıma bir dənə komment gəlir. Fərqli-fərqli insanlar tərəfindən eyni mesajı alıram.
Mən niyə bu kanalı indi kəşf eləmişəm? Kanalın reklamı zəifdir deyəsən zad yazırlar. Canımız sağ olsun. Reklam eləmirik çünki yavaş-yavaş inkişaf eləyəcəyik belə-belə. İzlənmə dərdim yoxdur onsuz da, yəni keyfiyyətli iş çıxarmaq. Həqiqətən burada bayaq da dedin sən, burada qurduğum networkinglər çox güclüdür. Sadəcə korporativ olaraq demirəm, insan olaraq da mənə çox şey qatır. Yeni insanları tanımaq və mənə maraqlı olan insanları həmişə çağırıram, söhbət edirəm. Yəni insanlara maraqlı olan insanları çağırmıram. Yəni istəmirəm də çağırım zaten. Düz eləyirsən. Ümumiyyətlə sən mən biləndə ki, Zaqataladansan. Artıq 1-0 öndə idin. Çünki mən Ankarada tələbə olanda 7-8 il həm o tələbə olanda, həm işləyəndə ev yoldaşlarım Zaqataladan olub. Yəni mən Zaqatalanı özümə ikinci vətən bilirəm həqiqətən. Həm təbiətini sevirəm, həm insanlarını sevirəm. Yəni bunu da belə buradan demiş olum bütün Zaqatalalılara da sağ olun. Siz də izlədiyinizə görə çox sağ olun. Videonu bəyənməyi, rəy yazmağı və abunə olmağı unutmayın. Əgər Fərhada suallarınız varsa, rəylərdə yazın. Bu video 10.000 izlənsə Fərhadı yenə çağıraram. Gələrsənmi? Sən çağır, 10.000 izlənməsə də gələrəm. Qəşəng, qəşəng. Yarı cahil davam edəcək. Dın dırırın dın dın dın. Ummam ağrı deyim. Yarı cahil